içki içilən bir məclisdə oturmaq. Yəni Quranda içki içilən məclisdə oturmaqla bağlı bir qadağa yoxdur. İçki ilə bağlı olan bir qadağa var. Haram olduğu buyurulur. O haqqda indi danışacağım. Amma faktiki olaraq bir insanın bir yerdə oturması, yəni bu harada qeyd olunub ki, doğrudur və yaxud da yanlışdır. Bir məsələni nəzərdən qaçırmayaq ki, İslam dini gəldiyi zaman İslam dinini Allahın elçisi kimlərə dəvət edirdi, kimlərə təbliğ edirdi? Həmin o insanlar böyük günahlar işləyirdilər, içkidə içirdilər, bütlərin qarşısında da sitayiş eləyirdilər, insanları da aldadırdılar. Müxtəlif şəkillərdə deyək ki, nikah dırnaqarası nikah növlərindən də istifadə eləyirdilər. Faizlə, sələmlə alış-veriş eləyirdilər. Quldarlıqdan istifadə eləyirdilər, bəzi insanları kölə halına gətirirdilər. Yəni belə bir mərhələdə Peyğəmbər gəldiyi zaman o insanlar bütpərəst idilər deyə, içki içirdilər deyə, sələmçiliklə məşğul olurdular deyə onlara Allahın dinini çatdırmamalı idimi? Yaxud da belə bir məsələni deyim. Allahın elçisi gəldiyi zaman bütlərdən ibarət olan Kəbənin içində və yaxud da ona tərəf namazını qılıb qılmayıb, orada ibadət edib eləməyib, dua edib etməyib. Bunlara bir nəfər çıxıb yox deyə bilərmi? Xeyr, mümkün deyil. İçki olduğuna görə bunun getmək, bəlkə də bizim o içki məclisində eləyəcəyimiz söhbət həmin insanın içkidən vaz keçməyinə səbəb olacaq və yaxud da onu bir kənara atmasına səbəb olacaq və yaxud da o hörmət əlaməti olaraq bunu eləməyəcək. Mümkündürmü? Bəli, mümkündür və mən də bunun bir neçə dəfələrlə şahidi olmuşam.